Deməli, baxaq Quvvət-Fəal, yəni cəmiyyət bildirən sözlərə aid bir neçə testin izahına. Baxırıq, burada ismimiz helpdir. Help Sayılmayan isim olduğuna görə biz sayılan isimlərlə işlənənlər çıxırıq. C və Y variantı ələnir. Burada D bəndində elot yazıbdır. Elot zərfdir, yəni isimlə işlənməz. Onu da eləyirəm. Only-dən sonra article birləşmələr işlənir. Only a little, only a few, bir dənə only a lot of işlənməz. Only-dən sonra a lot of işlənməz. Amma only a little, only a few işlənir. Qaldı bir dənə düzgün variantımız A bəndi. 17-ci testimizdə burada bizdən incorrect, yəni səhv variantı istəyir. Əgər iki isim yanaşı verilibdirsə, həmişə Quvvət-Fəal ikinci ismə aid olacaqdır. Yəni burada many silkə yox, dresses sözünə aiddir. Dresses də cəmdədir, sayılan isimdir, düzgündür. Baxıram ikinciyə, a few vegetable soup. Burada yenə ikinci ismimiz soup sözüdür. A few da sayılan cəm isimlərlə işləndiyinə görə, soup sayılmadığına görə bu yanlışdır. Deməli, 2 yanlışdır. A little cleaning powder, yəni təmizləyici toz. Burada yenə ikinci ismimiz powder olduğuna görə, a little da sayılmayan isimlərlə işləndiyinə görə bu düzgündür. Only a few art teacher. Burada only-dən sonra dedi ki, article birləşmələr işlənəcək, bu düzgündür. Lakin a few ilə sayılan cəm isim işlənməli idi, yanlışdır. 2-4 deməli, səhv olacaq cavabımız E bəndidir. Much work experience, burada da much-la experience, yəni təcrübə sözü sayılmır, much-la işlənir, düzgündür. Baxıram 18-ci testdə. I need to get things in town. Your things cəmlənibdir. Cəmlənibsə deməli sayılır. Sayılmayanları eləyəndə 1, 4, 5. Yəni düzgün cavabımız olacaqdır C bəndi.